Salam dostlar. Azərbaycan maşın bazarında olan satışda olan avtomobillərə sizinlə birlikdə baxaq. Növbəti avtomobil Toyota CHR avtomobilidir. Maşın Bakıda satılır. Satan əlağadır. Qiyməti 30.300 manat. Toyota CHR 2 litr 2020-nin maşınıdır. Yəni demək olar ki 5 ilin maşınıdır. Təzə maşındır. 109.000 yürüşlə. Hər tərəfli baxaq. Eksteryer yaxşı bir vəziyyətdədir. Yüngül lehimli disklərdir. Salon səliqəli. Oturacaqlar normal vəziyyətdə. Maşın barəsində nə yazılır? Rəngi göy, 2 litr 148 at gücü benzin. Variatordur. VIN kodu da yazılıb, yəni maraqlananlar gelib VIN kodunda yoxlaya bilər. Komplektəsi yüngül lehimli disklərdir, ABS-li yağış sensoru, mərkəzi qapanma, kondisioner, oturacaqların isidilməsi, ksenon lampalar və arxa görüntü kamera. Növbəti avtomobil Nissan Sylph-dir. Yəni ümumiyyətlə nə demək olar Nissan barəsində? Yapon maşınıdır, çox dözümlü, ekonom və sərfəli avtomobildir. 2024-cü ilin maşınıdır. 30.900 manata. Hər tərəfli, yəni təzə maşındır da, luku da var. Yüngül lehimli disklərdir. Nissan Azərbaycan rəsmi nümayəndəsidir. Görürük ki, düymələri var rulunda, sükanında, arxa görüntü kamerası. Yəni çox səliqəli, dəri oturacaqlar. Çox yaxşı avtomobildir. Start stopuna kimi var. Maşın barəsində nə yazılıbdır? Yeni Nissan Sylph. Kredit şərtləri də var. Yəqin ancaq kreditdir ona görə. Yüngül lehimli disklər, ABS, lük, mərkəzi qapanma, park radarı, kondisioner, dəri salon, ksenon lampalar və arxa görüntü kamerası. Gördüyümüz kimi ancaq kreditdir. Yəni kreditli maşına mən baxmıram. Nəyə görə? Çünki burada bir qiymət yazılır. Kreditini ödəyəndən sonra görürsən ki 30.000 yox 50.000 elədi. Yəni ki ona görə bunun şərtlərini çox belə diqqətlə maraqlanmaq lazımdır. Changan Guan belə çox belə interesli adı var. 16.000 euro. Özdə sifarişlə gəlir. Kia Sportage çox gözəl maşındır. 43.777 manata. Infiniti QX70 demək olar ki 20.000 dollara. Neçə eləyir? 34.000, 33.000. Mercedes Yeşka, yəni dözümlü, dədəbaba maşını. Hamı bilir ki, gözəl maşındır, ancaq yürüyüşü əlbəttə ki 513.000 kilometrdir. İndi vəziyyətinə baxmaq lazımdır. Hyundai i20 əla maşındır, ancaq burada gördüyümüz kimi 11-ci ilin maşındır, 290.000 yürüyüşlə. Sorento çox gözəl maşın, 11-ci ilin maşındır, 240.000 yürüyüşlə, 27.400 manata. Toyota Camry vışşı maşın, 20-ci ilin maşındır, 2.5 litr, 67.000 yürüyüşlə, ancaq qiyməti də yaxşıdır, 25.000 dollar. Hyundai Sonata əla maşın, 41.900 manat, 2020-ci ilin maşınıdır. Toyota Corolla 2005-ci ilin maşındır, 1.4 litr, 279.000 yürüyüşlə, 12.500 manata. Yəni kasıb maldır, ancaq bu maşını alanda diqqətlə yoxlamaq lazımdır. Əsas xadavoydur, korobkadır, bir də mühərrikdir. Land Rover Discovery demək olar ki 30.000 dollara, 108.000 yürüyüşlə. Nissan Qashqai yaxşı bir maşındır, 2008-ci maşındır, 306.500 yürüyüşlə, 14.800 manata. Ancaq bilmək lazımdır ki bu Qashqailar variatordur. Korobkası, mühərriyi, yəni sadə avtomat deyil, variatordur. Onun da təmiri, nə bilim, belə götürsən təxmini bir 2.000-3.000 dollara kimi oturur. Ona görə bu maşını alanda çox belə diqqətlə yoxlamaq lazımdır. Görürük ki, çixollarına kimi taxıbdır, yəsi
nadirdir, Bakıda satılır. Maşın yüngül lehimli disklərdir. Yəni hündür maşındır, belə sərfəli maşındır. Maşın 2009-cu ildə rəsmi olaraq Nurgun Motors'dan alınıb. Sənəd və kitabçasına kimi var. 2021-ci ildən məndədir, öz adımadır. Motor korobka hər şey ideal vəziyyətdədir. Şəkillərdən necə görünür onu kimi. Çox dözümlü maşındır, pula ehtiyac yoxdur. Pula ehtiyacı olduğuna görə satır. Ancaq belə yəni maşın pul tələb edən maşındır, o doğrudan elədir. Əsas odur ki, bir korobkadır, variator. Bir də mühərriyinə məsələ fikir vermək lazımdır. Vaxtında yağını dəyişməkdir və normal benzin tökmək lazımdır. Növbəti maşınlar var. Toyota Land Cruiser Prado əla maşındır, 41.000 manata, 12-ci ilin maşındır. 2,7 litr 149.000 yürüşlə. Kia Forte əla maşın, bunu baxaq. Demək 26.900 manata satan Rəşaddır, Bakıdadır bu maşın. Görürük ki, çox gözəl vidifasonu var, eksteryer belə deyən necə deyirlər. Sükanında multirul, düymələri hər şey yerində. Arxa görüntü kamerası, monitor. Oturacaqlar çox səliqəlidir. Yüngül lehimli disklər də çox yaraşıqlı disklərdir. Yəni maşın çox belə göysək maşındır. Əlbəttə ki, tarixçəsinə baxmaq lazımdır. Vinindən yoxlamaq lazımdır. Ümumiyyətlə nə demək olar? Kia Forte çox dözümlü, yaxşı maşındır. Təkərlər də gördüyümüz kimi yaxşı vəziyyətdədir. Motorxanası səliqəli. Əlbəttə ki, indi gedib yerində də baxmağa məsləhət bilirəm, almaq fikriniz olsa. Ölkəyə yeni gəlib, heç bir problemi yoxdur. İstənilən yerdə yoxlatdıra bilərsiniz. 4 ədəd Lassa yeni təkərlər alınıb. Əyləc bəndləri dəyişdirilib. Real alıcıya endirim olunacaqdır. Ayrı maşınlar var. BMW 740 əla maşındır. Tikə qiyməti də yaxşıdır. 110.500 manat. Bu Kitay maşınıdır. Sözün düzü Kitay maşınına belə ürəyim yatmır. Ondan eşitsən, bundan eşitsən ki, gəh sapsas yoxdur, gəh falan yeri qırıldı, gəh belə yolda qoydu. Ona görə sözün düzü heç kimə də məsləhət görə bilmərəm. Nissan Kicks əla bir maşındır. Baxaq, 2022-ci ilin maşınıdır. Rəngi düzlüyündə qırmızıdır, yəni qadına yaxşı olan. Bakıda sürürlər, zaman oğlunlar da sürür. Yenə deyirəm, kimin zövqünc olsa, belə rəng amma yaxşı rəngdir. Çox belə dəli qırmızı deyil. Çox belə interesli rəngdir. Həm perlamoturdur, yəni günün altında belə zərrəli olanlardandır. Arxa görüntü kamerasını görürsünüz, nə yaxşı resim çəkibdir. Bakıda satılır. Texpasportuna kimi şəklinə qoyub. Yüngül lehimli disklərdir. Nissan Kicks 1,6 litr. Belə servisdə də, babəkdə hər şeyini dəyişir. Yağını, sapsaslarını. 28.000 yürüşlə. Nə demək olar? Təzə maşındır. 28.000 nədir? Heç nə. 23-cü ildə Nurgun Motors'dan alınıb. 5 il qarantiyası var. İdeal vəziyyətdədir. Salon qiyməti ilə müqayəsə edəndə bunları nəzərə alın. Ayaqaltılar qoyulub. Oturacaqların üzlərinə bahalı nömrə üzərində verilir. Yəni nömrəli hər bir şeyli satır. Növbəti maşınlar var. Hyundai Sonata 38.500 manata, 20-ci ilin maşındır, 1,6, 89.300 kilometr yürüşüdür. Yenə gördüyümüz kimi Çangan, Cili, Kitayları valla doldurublar Kitay maşınlarını Bakıya. Ford Transit çörək maşını, dözümlü əla bir maşındır. 57.700 manata, 18-in maşındır. 2,2 litr, 250.000 yürüşlə. Bəli, bu gözəl Porsche Taycan. Buna bir baxaq. 95.000 dollardır. Ala bilməsək də ancaq baxmağa kim bizə nə deyə bilər? Baxa bilərik də yəqin ki. Gördüyümüz kimi çox gözəl salonu, səliqəli, dərisi özdə Alcantara, çox belə ləzzətli dəridir. Yəni qışda nə adamın arxasını soyutmur, yayda da belə nisbətən sərindir. Salonuna bir fikir ver. Görünür necə
Lampışkalar yanır, şıldayır. Porsche Taycan GTS 2022-ci ilin maşında 16.000 yürüşlə. Demək olar ki, təzə maşındır. Növbəti Jeep Wrangler 46.500. Valla bunu nə bilim, 46.500-ə bu maşını alanlar da var da, kimisə ürəyincədir. Gördüyümüz kimi Lexus da var. 29.500 manat dollara. Estağfurullah, manat neymiş? Dollar. Mercedes ML əla bir maşındır. 13 maşındır. 3,5 litrdir. Digər benzini hörüldədir. Benzin deyəndə cibinizdə olan pulu hörüldədir. Digər yaxşı. Çox belə səviyyə maşındır, necə deyərlər. Hyundai Santa Fe gözəl maşın. 30.500-ə 13 maşındır, 2 litr, 189.000 yürüşlə ağ rəng milvari üstündə görürük ki, damı da var, özdə bir panorama luku, yüngül lehimli disklərdir, yazı özdə 5 kraska. 5 kraska, yəni ki 1 qram kraska dəyməyib dediyinə görə, nə bilim, hər şey olur, baxmaq lazımdır. Əlbəttə ki, yerində gedib baxmaq lazımdır. 5 kraska ilk sahibiyəm. Yəqin onda salondur. İdeal vəziyyətdə heç bir problemi yoxdur. Motor korobka ideal, xadavoyunda heç bir problem yoxdur. Sığortası, texniki baxışı olunub. Bir sözlə, maşına bir qəpik pul olmağına ehtiyac yoxdur. İkinci maşın kimi istifadə olunur. Real alıcıya indirim olunacaqdır. Satan Samirdir, Bakıda satılır. Ayrı nə maşın var? Chevrolet Cruze 15-in maşındır. 213.000 yürüşlə 14.800 manata. Volkswagen 22-nin maşınıdır. 70.000 yürüşlə 26.000 dollara. Hyundai Sonata, bu Vidnofad elə bil kosmosdan gəlibdir. 49.500 manata. 23-ün maşınıdır. 21.000 yürüşlə. Təzə maşındır, nə demək? 21.000 yürüş, çox səliqəli interyeri var, görürük, arxa görüntü kamerası, multiroldur, qara rəngdir, 77 nömrəsi, diskləri çox yaraşıqlıdır. Salam aleykum, təcili satılır, maşın yeni gəlib, tam full versiyadır, bilənlər bilir. 360 kamera, maaş satır Bakıda. Ayrı nə maşınlar satışda var? Land Rover, RR, Velar 39.500 dollara. Ümumiyyətlə belə şərhlərdə yazın. Nə maşınlarının videosunu görmək istəyirsiniz, nə suallarınız varsa da şərhlərdə yazın. Bu videoları paylaşın və kanalımıza abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.